Tələbələr, bugün biz sınaq 1-in ingilis dili fənnindən olan sualların izahına baxacağıq. İlk olaraq dinləmə mətninə nəzər yetirək və doğru variantları qeyd edək. Yeah, everybody is. Look around you. No two faces are the same. What do those faces tell you? They express joy and pain. Some of them are poor and others wear a crown. Everywhere I go, I see different people. That's right. People are different, but we are sometimes similar to each other. For example, we share many habits. Can you give me an example? For example, most people start the day drinking coffee. Yes, people have the same habits, but everybody can have different habits. Yes, some people have different or strange habits, but most people also share these habits too. For example, I look under my bed every night to check if there's anyone before I sleep. I have a similar habit. I tuck myself tightly under the covers so things can't get me. Another one, talking to your pets like they are little children. Who is this sweet boy? What a good girl. That's right. Everybody does this, especially old ones. My neighbor is keen on cats living in the street. She always talks to them like they're little children. All of us do like that. One more. While I'm walking, I try not to step lines on road. Me neither. I try not to step lines on road. Most people have such habits. What kind of unusual habits do you have? I get through the day just shaking my legs. I sometimes crack my knuckles. This is because I'm a nervous person. My brother often shakes his legs too. He can't stop. See? Everybody is different, but they are similar too. Bəli, indi isə keçək sualların izahına. Bəli, birinci sualın izahı. Choose a correct sentence according to the dialogue. Dialoqa əsasən doğru variantı seçin. A variantında everyone has the same habits. Hər kəsin eyni vərdişi var. Lakin mətndə belə bir cümlə qeyd edilir ki, hər kəsin fərqli davranışı da, qəribə davranışı da, vərdişi də var. B variantında deyir ki, insanların müxtəlif vərdişləri var. Adətən müxtəlif vərdişləri var, lakin mətndə oxşar vərdişlərində olduğu qeyd edilir. C variantında deyir ki, nobody has strange habits. Deyir, heç kəsin qəribə vərdişi yoxdur. Amma mətndə belə bir cümlə var ki, some people have different or strange habits. Yəni, bəzi insanların həm fərqli, həm də qəribə vərdişləri var. D variantında deyir ki, many people share similar habits. Yəni, çox insanlar eyni vərdiş, oxşar vərdişi paylaşır. Bəli, bu cümlə mətndə var. Deyir ki, əksər insanlar oxşar vərdişlər də paylaşır həmçinin. Y variantında deyir ki, all the habits are exactly alike. Deyir, bütün vərdişlər tamamilə oxşardır. Xeyr, bütün vərdişlər tamamilə oxşar deyil. Bəziləri müxtəlif, bəziləri isə qəribədir. Bu da mətndə öz əksini tapmışdır. İkinci sualda deyir ki, Jillinin qonşusu həqiqətən xoşlayır. O nəyə xoşlayırdı? Mətndə belə bir cümlə deyir. Kinon deyir, my neighbor is keen on cats living in the street. Kinon xoşlamaq, sevmək, bəyənmək mənasında da işlənir. Və daha sonra qeyd edir ki, she always talk to them like they are little children. Yəni, o pişiklərlə söhbət etməyi xoşlayır. Ona görə də burada olacaq Y variantı. Talking to the cats on the street. Yəni, küçədə olan pişiklərlə söhbət etməyi xoşlayır. Üçüncü sualda deyir ki, dialoqdan başa düşülən nədir? Yəni, dialoqdan nə anlaşılır? A variantına deyir ki, sözün qəribə, yəni fərqli bir vərdişi yoxdur. Lakin o mətndə qeyd edilir ki, onun fərqli, qəribə bir davranışı var. Nə edirdi o? Shaking legs və yaxud da ki, I sometimes crack my knuckles belə bir cümlə qeyd edilir mətndə. B variantında deyir ki, only a few people, yalnızca az insanların qeyri-adi vərdişləri var. Lakin orada, yəni əksəriyyətin, çox adamın deyir, az insandan söhbət getmir. C variantında deyir ki, Jillinin qardaşı cracking his knuckles. Amma o Jillinin qardaşı deyildi. Jillinin qardaşı
Yəni Sue kimi eynisini edirdi. Shaking his legs. Lakin crack knuckles, yəni o proses baş vermirdi. Daha sonra D variantında deyir ki, older people usually begin their day with a coffee. Deyir, yaşlı insanlar günə kofe ilə başlayır. Yəni bu tamamilə mətndən çıxan bir cavab deyil axı. Yəni bu mətndə qeyd edilmir. Yəni mətndə ümumi olaraq qeyd edilir ki, most people start the day drinking coffee. Yəni sırf olaraq yaşlı insanları qeyd etmir. Daha sonra Y variantında deyir ki, həm Jilly, həm də Sue avoid, uzaqlaşır stepping online. Bu mətnin sona yaxın qeyd edilən hissəsində var. Yəni me neither, yəni bir-birlərinin dediklərini təsdiqləyirlər. Dördüncü sualda deyir ki, Sue nə üçün hər gecə yatağının altına baxırdı? Bu mətndə qeyd edilir ki, o yatağının altında kim olub olmadığını yoxlamaq məqsədi ilə yatağının altına baxır. Ona görə də burada olacaq D variantı. Növbəti sualımızla davam edək. 5-ci sualda hansı sualın cavabı var? Dialoqda. Dialoqa əsasən. A variantında deyir ki, gənc insanların hansı qəribə fərqli vərdişləri var idi? Bu mətndə qeyd edilmir. B variantında deyir ki, Jilly'nin qonşusunun neçə ev heyvanı var? Bu da qeyd edilmir. C variantında deyir ki, yaşlı insanların hansı qəribə davranışları var? Burada məsələn qonşusunun pişiklərlə söhbət etməsi misal göstərmək olar. D variantında deyir ki, nə üçün əksər insan günə kofe içərək başlayır? Yəni bunun mətndə səbəbi qeyd edilməyib. Bu bizim dinləmə mətnindən olan suallarımızın doğru variantları idi. İndi isə readingdən olan tapşırıqlarımıza nəzər yetirək. Bəli, 6-cı sualın 6.1. 6.1-də deyir ki, Olaf'ın ölümündən sonra onun oğlu Magnus Norveyin kralı olub. Bəli, bu cümlə mətndə qeyd edilib. Bu hissədə baxın bu hissə. Daha sonra ikinci sualda deyir ki, yəni Harald familysi Norvedə 1130-cu ilə qədər davam edib. Yəni amma bu yanlışdır. Yəni onların hakimiyyəti 1130-cu ildən sonra davam etməyib. Ona görə bu olacaq false. Üçüncü sualda deyir ki, 9-cu əsrdə İspaniyanın cənubu müsəlmanların nəzarətində olub. Bəli, bu da tamamilə doğrudur. Mətndə qeyd edilib. Dördüncü sualda isə deyilir ki, Sigurd'un ölümündən sonra Norveçdə uzun vətəndaş müharibələri başlayıb. Bəli, bu da burada qeyd edilib. Bu hissədə. Bəli, yenidən nəzər yetirək. 6-cı sualın birincisində A variantı 1 true, 2 false, 3 true və 4 true olmaqla cavabları qeyd etdik. Növbəti sual, 7-ci sualımız. Bəli, 7-ci sualın izahında deyir ki, Hakon Norveçdə xristianlığı yaymağa çalışmışdı. Biz bu cümlənin ardını tamamlamalıyıq. Və burada qeyd edilmiş nüansa diqqət edin. But he didn't succeed. Amma uğurlu olmamışdır. Ona görə də 7-ci sualın cavabı olacaq D variantı. 8-ci suala baxırıq. 8-ci sualda deyir ki, Olaf Haraldsson Norveçin bütün ərazilərini hökm edən ilk güclü və təsirli kral olmuşdu. O, xristianlığı sahil bölgələrindən başlayaraq daxili bölgələrə qədər yaymışdı. Buna görə də doğru variant B variantı olacaq. Baxın, o nüans bu hissədə qeyd edilib. Bu hissədə. Və növbəti sual 9-cu sual. 9-cu sualda bizdən converted sözünün hansı mənada işlənməsini istəyir. Burada bu söz insanların dinini dəyişməsini ifadə edir. Yəni əhali xristianlığı qəbul etmişdir. Bu sözün mənası fərqli bir din və ya inanca keçmək olur. Ona görə də variant olacaq A variantı. Baxın, convert sözünü bu hissədə qeyd etmişəm. Siz bu hissəyə əsasən bu sözün mənasını anlamalıydınız. Yəni bu hissədə convert hər hansı bir dindən başqa bir dinə keçməyi ifadə etmişdir.
Yəni bu hissəyə əsasən siz cavabı tapmalıydınız. Bəli, bu mətnin sonuncu sualı. 10-cu sualda birincidən deyir ki, how many people died during the Norway Civil War? Deyir ki, müharibə ərzində nə qədər insan həyatını itirmişdir? Burada müharibənin döyüşün uzunluğunu göstərir, amma ölən insanların sayı haqqında konkret bir məlumat verilmir. İkinci sualda konkret cavabı qeyd edilib. Deyir ki, freemenlər necə kasıb və ya zəngin ola bilərlər? Bu nədən asılıdır? How much land they own? Mətnin sonuncu cümləsi how much land they own. Və üçüncü sual. Üçüncü sualda deyir ki, nə üçün uzun çəkir? Norveçin birləşməsinin uzun çəkildiyi qeyd edilir, amma niyə uzun çəkildiyi barədə ətraflı məlumat verilmir. Və dördüncü sual. Mətn Harald Harda ailəsinin 1130-dan sonra hakimiyyəti olmadığını göstərir, amma niyə gücünü itirdikləri barədə məlumat vermir. Ona görə də dördüncü sualda doğru hesab olunmur. Yəni onun cavabı yoxdur. Beşinci sual. Beşinci sualda açıq şəkildə göstərilir ki, bəli, burada deyir qul üçün həyat çətin idi. Amma niyə çətin olduğunu göstərmir. Yəni açıq şəkildə nə üçün çətin olduğu göstərilmədiyi üçün bu sualın da cavabı olmur və biz 10-cu sualda yalnız 2 cavabını doğru götürürük. Bəli, normalda belə suallarda bir cavabın olması, yəni mümkün deyil. Sadəcə sınaq olduğu üçün belə bir sualın da olmasını istədim və sizin cavablarınız mənə maraqlı gəldi. Bəli, birinci sualın izahına baxaq. Peter used to spend all his time online. Bəli, bu true'dur. Çünki burada bu nüans qeyd edilmişdir. Birinci true. Növbəti, children under 17 in the United Kingdom are increasing their Facebook use. Burada uşaqların Facebook istifadə etdiyindən danışılmır. Sadəcə telefonlarında vaxt keçirdikləri qeyd olunur. Ona görə də bu olacaq false. Üçüncü tapşırıqda deyir ki, Shaler grandchildren are less likely to use Facebook. Bəli, bu doğrudur. Çünki burada bu məlumat qeyd olunub. Ən birinci cümlədə. Ona görə bu olacaq true. Və 14. Bəli, 12-ci sualın izahına baxaq. Complete the sentence according to the passage. Cümlənin sonunu tamamlayın. Mən deyərdim, ən sadə suallardan biri budur. Yəni, rahatlıqla bu suallardan balı götürmək olar. Burada bu hissədə now in the evenings and the weekends remove the SIM card from the smartphone and use the simple phone for call and the text. That's why burada variant olacaq B variantı. And use the simple phone that can only make call and send text. B variantı. 13-cü sualda deyir ki, Sheila və onun nəvələri arasındakı fərq nədir? Burada B variantında Sheila sosial şəbəkədə aktivdir. Nəvələri isə əsasən telefon vasitəsilə onlayndır. Ona görə də burada olacaq B variantı. 14-cü sualda trend sözünün sonuncu paraqrafda mənasını soruşur bizdən. Trend burada məşhur vərdiş və ya davranış mənasındadır. Yəni valideynlər uşaqların telefon vərdişlərinə təsir göstərib. Ona görə də burada olacaq cavab A variantı. A popular habit or style. Və indi isə keçid alaq qaydadan olan sualların izahına. 16-cı sualın izahına baxaq. 16-cı sualda deyir ki, şagirdlərdən heç kim ev tapşırığını etməmişdi və bu müəllimi təəccübləndirdi. Biz burada who-nu işlədə bilmərik. Çünki who insanlar üçün işlənir. Və burada müəllimi təəccübləndirən hər hansı bir insan, obyekt deyil, müəyyən bir situasiyadır. Biz buna görə burada B variantını götürürük. Bəs Y variantı niyə olmaz? Y variantı, yəni A, C, D-ni ona görə atırıq ki, burada konkret bir insandan, obyektdən, şəxsdən danışmır. Müəyyən bir situasiyanın müəllimi təəccübləndirməyindən danışır. Z həm insanlar, həm də cansız varlıqlar üçün istifadə oluna bilər. Z də işlənə bilər, amma formal və dəqiq izah üçün biz daha düzgün və təbii görünür. Buna görə də burada olacaq variantımız B.
Which. Baxırıq 17-ci sualın izahına. 17-ci sualda bizdən doğru inkar cümləsini soruşur. Doğru inkar cümləsində birinci cümlə mən ilk olaraq səhv olan variantları cavabdan silmək istəyirəm. İkinci sualda baxırıq. He couldn't swim well last year too. Biz demişdik ki, to təsdiq cümləsində işlənir. Amma burada couldn't olmaz. Ona görə də bu səhvdir. Bunu variantlarımızdan silirik. 3-ə baxırıq. Ne və nəyə bərabər idi? Ne və nota bərabər idi? Burada isə biz demişdik ki, bir cümlədə iki inkar olmaz. Həm ne və həm də didn't var. Ona görə 3 də səhvdir. Baxırıq 4-ə. 4-də demişdik haven't to, hasn't to, hadn't to deyə bir şey olmaz. Ona görə 4-ü də variantlarımızdan silirik. Cavabımız olur A. Baxırıq 18-ci sualın izahına. 18-ci sualda birinci tərəfdə yesterday işlənib. Yesterday keçmiş zamanın zaman zərfidir. Keçmiş zamanın zaman zərfi olduğu üçün mən burada keçmiş zamanı yazmalıyam və ona görə indiki zamanları variantlarımdan silirəm. B variantı və Y variantını silirəm. Baxıram ikinci tərəf. Any today. Deyir ki, biz demişdik bir tərəfdə but olanda, bir tərəf təsdiqdə, bir tərəfi inkarda işlədirik. Və buna görə də mən D variantında cavabımdan silirəm. Qalıram A və C arasında və sırf tərcüməyə əsasən A variantını götürəcəm. Deyir ki, o qəzeti keçmişdə oxuyub, amma bugün oxumayıb. Həm də bizim cümləmizdə any var. Any notu tələb edir. Ona görə də cavab any not istəyir. Ona görə də cavabımız olacaq A variantı. Baxıram 19-cu sualın izahına. 19-cu sualda choose the correct sentence. Doğru cümləni seçməyimizi istəyir. A variantında an important information. Biz bilirik ki, information sayıla bilməyən isim olduğu üçün biz onun qarşısında article işlədə bilmərik. Ona görə də A variantı deyil. Baxırıq B variantına. B variantında some advices. Advice sayıla bilməyən isim olduğu üçün o cəmlənə bilməz. Daha sonra D variantında many furniture yazıb. Many furniture. Furniture sayıla bilməyən isim olduğu üçün biz onun qarşısında many-ni işlədə bilmərik. Çünki many özündən sonra cəm ismi istəyir. Və biz Y variantına baxırıq. Y variantında an equipment. Burada bu söz sayıla bilmədiyi üçün biz bunun qarşısında an article-ını yaza bilmərik. Ona görə cavabımız olacaq C variantı. Baxırıq 20-ci suala. 20-ci sualda information. Information biz konkret o deyir ki, you give me was very useful. Sənin mənə verdiyin məsləhət çox faydalı idi. Yəni konkret hansı informasiyadan, daha doğrusu sənin mənə verdiyin informasiya çox faydalı idi. Hansı informasiyanı dediyini, yəni müəyyən olaraq, konkret olaraq bilirik. Sənin mənə dediyin informasiya. Buna görə biz bunun qarşısında müəyyən artiklını işlətməliyik. Ona görə də Z artiklından istifadə edəcəyik. A və C arasında qalırıq. Sonra mən dərslərimizdə qeyd etmişdim ki, few müsbət mənada işlənir. Few isə daha çox negativ mənada, yəni sıfıra bərabərdir. Burada da more details before making decision. Bəli, qeyd etdiyim kimi, yəni artiklsız işləndikdə few çox az mənasını verir. Buna görə də biz müsbət mənalı bir neçə mənasını ifadə etmək üçün artiklının few-nu işlətməliyik. Ona görə də burada cavabımız olacaq A variantı.